Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Bir daha sizi xoş gördük İslam tarixi verilişində. Bugünkü verilişimizdə biz Quranın tədricən nazil olmasının səbəbləri haqqında danışacağıq. Əsas burada əlbəttə söhbət müşriklərin iradından gedir. Yəni müşriklər peyğəmbərə bir neçə məsələni bu barədə irad tuturdular. Ondan əsas iradlarından biri Quran niyə tədrici surətdə yavaş-yavaş nazil olur. Bunun da ki, bilirsiniz, səbəbləri var. Dediyim kimi, ərəb cəmiyyətinin məxsusən də Hicaz məntəqəsinin ərəbləri din haqqında anlayışları o qədər yox idi. Bu cür sualları demək olar ki, o dövrdə ya yəhudilər tərəfindən onlara aşılanırdı, müşriklərə, ya məsələn, belə deyək, xristianlar tərəfindən onlara aşılanırdı ki, onlar da öz növbəsində bunu gəlib peyğəmbərdən soruşurdular və bir şübhə kimi ortaya atırdılar. Buna səbəb nədir, niyə belə düşünürük? Ona görə ki, bizim tarixdə də nümunələr var ki, ərəb müşrikləri bir dəstə peyğəmbərə ağır suallar verməkdən ötəri, ya belə deyək, müsəlmanlarda şübhələr oyutmaqdan ötəri İslama qarşı, peyğəmbərə qarşı dəstə-dəstə gedərdilər Mədinəyə və Mədinədə yəhudi alimlərlə görüşərdilər və onlardan hər hansı bir məlumatı əldə edib geri qayıdardılar peyğəmbərə suallar verərdilər. Bu tarixdə var. Yəni bunu düşünməyə bizim əlbəttə səbəbimiz var. Və onların da yenə də şübhələrindən biri dediyim kimi, niyə Quran tədrici nazil olmuşdur sualı idi. Bu da hardan qaynaqlanır? Çünki bizim yenə də tarixdə var, hətta İsa peyğəmbərin dövrünə qədər, ya belə deyək, Musa peyğəmbərin dövrünə qədər vəhy nazil olan zaman bir dəfəyə nazil olurdu. Hansısa da lövhələrin üstündə, daş lövhələrin üstündə yazılmış şəkildə nazil olurdu və təbii ki, Musa peyğəmbərdə ya İsa peyğəmbərdə, əlbəttə İsa peyğəmbərdə bu nazil olunan ayələri gəlib, məsələn, belə deyək, öz qövmünə oxuyurdu. Əsasən dediyim kimi, burada söhbət Musa peyğəmbərlə müqayisədir. Buna görə də yəni, bizə yəhudilərin olduğunu, bu sualın qaynağını, bu şübhənin qaynağını bizə yəhudilərin olduğunu əsas verir. Çünki onların gətirdiyi misal Musa peyğəmbər idi. Və onlar deyirdilər ki, niyə başqa bu nətər məsələn dindirsə də məsələn bir dəfəlik nazil olmur və yavaş-yavaş nazil olur. Və bu cür şübhələri müsəlmanların arasında yayırdılar. Biz ilk olaraq bu məsələyə işarə edirik, ya Quran ayəsi sadəcə olaraq bu məsələyə qısa cavab verir. Kafirlər, Quran ayəsidir, Furqan surəsinin 32-ci ayəsində, kafirlər Quran ona, söhbət peyğəmbərdən gedir, bütöv endirilməli idi, dedilər. Ya Rəsulum, sənin ürəyinə səbat, yəni qətiyyət vermək üçün biz onu ayə-ayə nazil etdik. Bəli, yəni tədrici surətdə nazil etdik. Bu Quran ayəsinin, yəni Allah Taala'nın cavabıdır. Amma Quran əsasən də Məkkədə və görünür ki, bu sual Məkkədə, bu şübhə Məkkədə müsəlmanların içinə atılmışdı, arasında yayılmışdı. Quranın Məkkədə nazil olan zaman Quran ayələrinin hansı mövzulara toxunmasına da işarə eləsək, məncə yerinə düşərdi. Məsələn, Məkkədə nazil olan Quran ayələrinin əsasən mövzusunu bütpərəstliklə mübarizə, bu bəli, təbiidir, şirk və bütpərəstliklə mübarizə, bu qaçılmazdır. İnsanları Allaha pərəstişə, tək Allaha pərəstiş etməyə dəvətdir. Qiyamət günü haqqındadır və eyni zamanda, məsələn, belə deyək, qiyamət günündə, məsələn, cənnət və cəhənnəm, cənnətdə olan insanlara verilən, belə deyək, Allah tərəfindən hədiyyələr və cəhənnəmdə insanlara verilən, ya pis əməl sahiblərində verilən əzablar haqqındadır. Bu, məsələn, Məkkədə nazil olan ayələrin möhtəvası idi, məsələn, mətni idi, mövzusu idi. Və eyni zamanda biz, belə deyək, Mədinəyə də işarə eləsək, Mədinədə nazil olan ayələrə də
işarə eləsək yerinə düşərdi ki, məsələn, əsasən şəri hökmlər bildiyiniz kimi Məkkədə etiqadi məsələlərdir. Yəni orada hər hansı bir məsələn şəri hökmünə rast gəlmirik. Əlbəttə söhbət burada bir-iki dənə vacib şəri hökmlər çıxmaqla onlardan biri də namazın vacib olma məsələsidir. Əsasən biz şəri hökmlərə Mədinə şəhərində nazil olan ayələrdə rast gəlirik ki, məsələn, şəri hökmlərdir, cihada dəvətdir və eyni zamanda məsələn ailə məsələləridir və insanın fərdi Allah Təala qarşısında olan əməllərdir və bu kimi şeylər halal və haram olan məsələlərdir. Bunlara işarə olunur. Deməli bu müddət ərzində 23 il müddət ərzində həm Məkkədə, həm Mədinə şəhərində tədrici surətdə bu mövzuda olan ayələr nazil olur. Amma bu ayələrin dediyim kimi Quranın tədrici nazil olma səbəbləri nədən ibarətdir? Birinci, əsasən səbəblərindən söhbət gedir. Peyğəmbərin vəzifəsi təlim və tərbiyyətdir. Əsasən, yəni məsələn, əsasən burada tərbiyyətdir. Əlbəttə, məsələn, Peyğəmbərin gəlmə səbəbləri tərbiyyətdir, insanı ruhi cəhətdən, mənəvi cəhətdən qaldırmaqdır və eyni zamanda hökmlər ki, Allah tərəfindən nazil olmuş hökmlər, Allah tərəfindən nazil olmuş əmrlərdir. Bunları Peyğəmbər nədir? Öz qövmünə aşılamalı idi, öz qövmünə öyrətməli idi. Peyğəmbərin vəzifəsi ya məsələn İslam dininin vəzifəsi təlim tərbiyyətdən ibarət olduğu üçün təbii ki, bunu təlim tərbiyyət məsələsi özü də hansı bir mühitdə, Hicaz mühitində və ondan başqa Ərəbistan yarımadası mühitində və Qureyş qəbiləsi üçün və Mədinədə yaşayan qəbilələr üçün bu məsələ bir dəfəlik olan şey deyildi. Çünki təlim tərbiyəyə ehtiyac var idi. Yavaş-yavaş məsələn müşrikləri yavaş-yavaş tərbiyə eləsin, əvvəlcə etiqadi cəhətdən tərbiyə eləsin və onları tək Allaha inandırsın. Bilirsiniz, tarixdə bizim bu tək Allahlıq mövzusunda müşriklərin Peyğəmbərlə olan qanlı savaşları, qanlı müharibələri, qanlı mübarizələrinin şahidiyik. Əvvəlcə insanları, ərəbləri yavaş-yavaş etiqadi cəhətdən tək Allahlığa dəvət eləsin və ondan sonra o tək Allahın qəbul etdikləri, tək Allahın verdiyi əmrləri yavaş-yavaş tədrici surətdə müsəlmanlara öyrətsin. Ona görə də məsələn bir dəfəlik bu Quran ayələri nazil olmur və yavaş-yavaş təlim və tərbiyə belə deyək, tempində nazil olur. Necə ki, məsələn, birinci uşaq dünyaya gələn zaman ilk olaraq təlim tərbiyəni ailədə götürür, sonra uşaq bağçasına gedir və ondan sonra orta məktəbə gedir və sonradan isə universitetə daxil olur. Bunu kimidir. Yavaş-yavaş tərbiyə etmək və bu cəmiyyəti bir İslam müsəlman cəmiyyəti kimi formalaşdırmaqdır. Ona görə də bu tədrici və yavaş-yavaş nazil olması lazımlı görünürdü. Və ondan əlavə də etiqadi məsələlərdə bilirsiniz ki, o dövrdə məsələn istər etiqadi cəhətdən, istər şəri cəhətdən müxtəlif Ərəbistan yarımadasında müxtəlif düşüncələrdə, müxtəlif etiqadlarda, müxtəlif şəriətlərdə insanlar mövcud idi. Bütpərəst var idi, göy cisimlərinə inananlar var idi, yəhudilər var idi, xristianlar var idi və başqa məsələn bəşəri dinlər, bəşəri belə deyək, firqələr də mövcud idi və bunların qarşısında və təbii ki, bunların qarşısında cavab verməkdən ötəri, bunlardan gələn hücumlara cavab verməkdən ötəri Quran ayəsi təbii ki, nədir? Yavaş-yavaş tədrici surətdə nazil olmalı idi. Çünki bilirsiniz, Peyğəmbərin dövründə istər Məkkə məntəqəsi, Məkkə mühitində olsun, istər Mədinə mühitində olsun, müxtəlif dinlərin nümayəndələri dəstə-dəstə Peyğəmbərin yanına gələrdilər və Peyğəmbərə suallar verərdilər. Təbii ki, Peyğəmbər də bu sualların cavabını Quran ayəsinə əsasən, vəhyə əsasən əsaslanaraq cavab verirdi. Buna görə də Quranın yavaş-yavaş nazil olması labud idi və bizim də ki,
əsasən Quran elmləri içində Quranla əhatəli olan, Qurana aid olan, Quranı əhatə edilən elmlərin içində bir dənə elm də var ki, Quran elmləri deyirik biz orada ona. Bu Quran elmlərində bəhs olunan məsələlərdən, mübahisə olunan bəhs olunan məsələlərdən, müzakirə olunan məsələlərdən biri budur ki, Quran ayələrinin nazil olma səbəbi, Quran ayələrinin kimin haqqında, nə üçün nazil olma səbəbləri də mövcuddur. Şən-i nuzul ya səbəb nuzul da deyilir bunlara və bunların da, yəni dediyim kimi, bu Quran ayələrinin də arxasında hər hansı bir suallar dururdu, hər hansı bir hadisələr dururdu. Bu hadisələrə əsasən Quran ayələri nazil olurdu. Bu da ikinci bir məsələ idi. Bu məsələlərdən də biri bundan ibarət idi ki, bəli, Peyğəmbərin öhdəsinə böyük bir məsuliyyət düşürdü və bu böyük bir məsuliyyət, bu çətinlik birdən-birə Peyğəmbərin öhdəsinə qoyula bilməzdi. Yəni, məsələn, Quran ayələrinin bir dəfəyə nazil olması və Peyğəmbərin də bu Quran ayələrini bir dəfəyə olaraq cəmiyyətə çatdırması, bu demək olar ki, Peyğəmbərin öhdəsində idi və çox ağır məsuliyyət idi. Əvvəldə biz oxuduğumuz Quran ayəsinə əsasən təbii ki, Peyğəmbərə bunu nazil etməli. Niyə? Çünki onun qəlbinə qətiyyət versin. Bilirsiniz, bizim Peyğəmbərin başqa Peyğəmbərlərlə də bəzi yerlərdə fərqləri olmuşdur. Deməli, bizim Peyğəmbər həm Peyğəmbərlik missiyası var idi, həm imamlıq missiyası var idi. Peyğəmbərlik missiyası, bilirsiniz, fəqət cəmiyyətə demək olar ki, vəhy olunan ayələri, vəhy olunan qanunları, hökmləri çatdırmaqdır. Amma imamlıq vəzifəsi isə bu çatdırılan hökmləri cəmiyyətə aşılamaq, cəmiyyəti bu hökmlər üzərində cəmiyyəti təlim-tərbiyə vermək, yəni bu hökmlərə əsasən cəmiyyətə təlim-tərbiyə vermək və eyni zamanda bu hökmlər əsasında hansısa da bir quruluşu, bir sistemi qurmaq və idarə etmək. Bu Peyğəmbərin öhdəsində düşürdü. Bizim Peyğəmbərin tarixdə görünür ki, öhdəsində idi və ondan əlavə də ki, bizim Peyğəmbər bütün demək olar ki, yaşadığı cəmiyyətdə, yəni müsəlmanlardan söhbət gedir, Mədinəyə, əsasən də Mədinəyə hicrət ediləndən sonra bütün müsəlmanların yaşayışının bütün əhatə edilən ünsürlərdə Peyğəmbərin rolu var idi. Peyğəmbər, məsələn, siyasi məsələlərdə nəzər sahibi idi və özü addım atırdı bir rəhbər kimi. İqtisadi məsələlərdə təbii ki, addım atırdı, nəzəri var idi, özü bir rəhbər kimi və onu müsəlmanların iqtisadi problemləri düşündürürdü və tarixdə də buna rast olmuş və Quran ayələrində iqtisadi məsələlər də öz əksini tapmışdı və ictimai məsələlərdə Peyğəmbər çox əhəmiyyət verirdi və ictimai məsələlərdə də Peyğəmbərin böyük rolu var idi və böyük təsiri var idi və bu işdə özü bilavasitə fəaliyyət göstərirdi və cəmiyyəti, İslam cəmiyyəti kimi formalaşmasına səy göstərirdi və hətta məsələn hərbi məsələlərdə ki, özünüz bilirsiniz ki, Peyğəmbər demək olar ki, bir çox hərbi görüşlərdə ya bir çox müharibələrdə, döyüşlərdə özü bilavasitə iştirak eləmiş və döyüş meydanında olmuş və düşmənlə üz-üzə gəlmişdi və hətta məsələn döyüş məsələlərində müsəlmanlara hərbi taktikaları aşılamış və müsəlmanları döyüşlərə hazırlamışdı. Bu bizim Peyğəmbərin öhdəsində olan əsas missiyalar idi, vəzifələr idi. Ona görə də nədir? Quranın bir dəfəlik nazil olması və eyni zamanda bir dəfəlik cəmiyyətə aşılaması böyük bir yük olardı. Ona görə də Allah Taala Quran ayəsində buyurur ki, biz sənin qəlbinə qətiyyət verməklə biz Quran ayələrini yavaş-yavaş nazil etdik. Hətta məsələn tarixdə də var ki, bu məsələ Quran ayəsində öz əksini, Quran ayələrində öz əksini tapır. Peyğəmbərə Allah Taala deyir ki, tələsmə, dilini məsələn tez-tez hərəkət etdirmə. Yəni Quranı tez-tez demə, yavaş-yavaş biz sənə dediyimiz ayələri cəmiyyətə oxu.
Yəni Quranın Allah Taala'nın özünün əmridir ki, bəli, yavaş-yavaş nazil olsun. Və ondan əlavə də ki, yavaş-yavaş nazil olmasının, bunun 23 il müddətində nazil olmasının səbəbləri eyni zamanda ki, qətiyyət məsələsi var. Biz onun qəlbinə qətiyyət verdik, sobat verdik, sabitlik verdik. Yəni Allah Taala bunu istəyirdi ki, peyğəmbər, onun peyğəmbəri bilsin ki, 23 il müddətində mən Allah olaraq, bu peyğəmbəri göndərmiş olan Allah olaraq mən demək olar ki, 23 il müddətində peyğəmbəri addım-addım izləyirəm və onu məsələn çətinliklərdə onun arxasında varam, onu kömək edirəm və Quran ayələrimlə nazil olmaqla onu bu problemlərdən qurtarıram və İslam cəmiyyətini məsələn belə deyək, bu peyğəmbərin vasitəsilə idarə edirəm ya formalaşmasına kömək edirəm. Bəli, əziz izləyicilər, müşriklərin peyğəmbərin, müşriklərin Quran ayələri haqqında daha doğrusu Quranın tədrici nazil olunması haqqında olan bu suallara çalışdığımız qədər cavab verdik. Və ki, əsasən dediyimiz kimi bu suallar, bu şübhələrin hardan qaynaqlandığını sizin nəzərinizə, siz əzizlərin nəzərinə çatdırdıq. Sağ olun, salamat qalın. Gələn görüşlərə dək.